Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda güvən sınağından bir sualın izahına baxacağıq. Deyir ki, mayın müstəvi üzərində sükunətli olan 3 kiloqram kütləli cismə təsir edən sükunət sürtünmə qüvvəsini hesablayın. Əvvəlcə biz bu qüvvəni, ağırlıq qüvvəsini iki proyeksiyaya ayıraq. Onun bir proyeksiyası bu, biri də budur. Bucağa bitişik olan proyeksiyası mc kosinus alfadır, digəri isə mc sinus alfadır. Və mc kosinus alfa dayağın reaksiya qüvvəsi ilə tarazlaşır. Mc sinus alfa isə əgər cisim sükunətdədirsə, deməli sükunət sürtünmə qüvvəsi ilə tarazlaşır ki, cisim düşmür aşağı. Onda biz sükunət sürtünmə qüvvəsini tapmaq üçün mc sinus alfadan istifadə edəcəyik. M3-dür, J10-dur. Sinus alfada bucağın qarşısındakı katetin hipotenuzə olan nisbətidir. Yəni 6 bölünsün 10. Bu da eləyəcək 18 Newton C variantı. 36-cı sualı həll edib rəylərdə yaza bilərsiniz. Yoxlayacağım.